Deməli, bu uşaq yatmazdan qabaq çoxlu yeməklər yeyib. Görsən, bu çupa-çupsdur, bu popkorndur, bu şokoladdır. Bunlardan yeyib, şüşə konfetlərdən yeyib, mikrobları salıb dişlərinin üstünə, amma yatmayıb. Amma yatanda dişlərini fırçalamayıb. Sonra bax, yata bilməyib, görsən? Nə edir? Harasını göstərir? Dişini göstərir ki, dişim ağrıyır. Sonra maması da gəlir ona ki, gəl səni həkimə apara. Bax, sənin kimi uzun yollardan keçirlər, gəlirlər həkimə. Nə geyinirlər ayağına bax, sənin geyindiyindən. Bax, illərini geyinirlər, gəlirlər həkimə. Burada gözləyirlər, oradan deyirlər, qalx həkimin yanına, qalxırlar yuxarıya. Bu rentgendir. Biz də sənin dişinin şəklini çəkəcəyik. Şəkil çəkmək o deməkdir ki, dişini rentgen eləmək. Bax, qoyurlar dişinin üstünə, dişin şəklini çəkirlər. Bax, bu dişin rentgenidir. Mən səni keçən dəfə rentgen eləmişdim, yadındadır. Dişləri göstər baxım. Dişləri göstər, burada göstər. Görsən, burada altdan gələn təzə dişlərindir. Görsənmi? Bax, sonra oturur burada, sənin kimi. Görsən, nə qəşəng oturub. Sonra üstünə fartuq bağlayırlar, səni də bağlayacaq. Belə oturur. Sonra bu kimdir? Həkim. Həkim də gəlir, tapır buradakı hansı dişidir onu ağrıdan. Məncə budur, bax. Görsən, mikrob buradadır. O dişini başlayır sağaltmağa. Sonra da bayıra çıxanda göstərir ki, bax, mənim dişlərim sağaldı. Ağappaq oldu. Gördün? İndi biz başlayaq. Başlayaq.